Salam əziz müsəlman bacılar və qardaşlar. Həmişəki kimi biz bu dəfə də sizə yeni bir mövzu haqqında danışacağıq. Və söhbətlərimiz maraqlı olduğu qədər həmişə göstərdiyimiz məkanlar da sizə maraqlı olur ki, bu dəfə də biz fərqli bir məkanda sizə yeni bir mövzu haqqında danışacağıq. Amma mövzumuza keçməmişdən öncə mən dünya ədəbiyyatında öz sözünü demiş dahi şairimizin əsərindən yadımda qalan bəzi cümlələri demək istəyirəm. Doğru yazmağa var, madam ki imkan, neçin gəlməlidir ortaya yalan. Sözün qiymətini saldı yalanlar, doğrunu danışan hörmətli olar. Təbii ki, artıq siz başa düşdünüz ki, biz hansı mövzuda danışmaq istəyirik? Biz doğru və yalanların fərqi haqqında danışmaq istəyirik. Yəni, doğru nədir, yalan nədir? Bunu hamınız bilirsiniz. Lakin bunların fərqini biz nə üçün demək istəyirik? Bizim məqsədimiz o deyildir ki, düz və yalanın, səhv və doğrunun fərqini sizə başa salaq. Bunu hamınız bilirsiniz. Amma bizim məqsədimiz odur ki, nə üçün yalanlardan istifadə edirik və doğru və yalanın fərqlərini biz müxtəlif əlamətlərinə görə bildirək. Məhz bu barədə biz istəyirik ki, danışaq. Və yeri gəlmişkən, mən hansı şairin şeirindən yadımda qalan misraları dedim, bunu siz çoxunuz bildiniz. Lakin kimlər ki bilmədi, mən demək istəyərdim ki, bu dünya ədəbiyyatında öz sözünü demiş dahi şairimiz Nizami Gəncəvinin əsərindən dediyim misralar idi. Və yeri gəlmişkən, bura haradır? Çoxlarınız təbii ki, tanıdınız ki, bura haradır. Nəinki Azərbaycanlılar, hətta bir çox xarici ölkələrdən gələnlər də bəlkə də buraları tanıyırlar. Amma kimlər ki bilmədi, mən onlar üçün demək istəyərdim ki, bura haradır? Bura haradır? Bura Harut əsilli Babil deyil, bəs nədir? Ürəyim ulduzlara nur saçan bir zöhrədir. Zöhrəm təki ucalıb nizam bürcünə, Gəncə, onu belə ucaldan ülvi sözümdür məncə. Təbii ki, bu şeirdə adını çəkdiyimiz dahi şairimiz Nizami Gəncəvinin əsərindəndir. Və artıq buranın hara olduğunu izah etməyə ehtiyac qalmadı. Bura Gəncə şəhərində elə dahi şairimiz Nizami Gəncəvinin məqbərəsidir. Yaxşı olardı ki, Nizami Gəncəvinin məzarını da ziyarət edərdik. Hal-hazırda şairin məzarını ziyarət edilir. Ümumiyyətlə, Nizami Gəncəvini çoxları təmsiyə daxil olan 5 əsəri ilə tanıyırsa, mən daha çox onun elmi məlumatları ilə maraqlanmışam. Yəni, o əsərlərində verdiyi o dövr üçün böyük, mühüm elmi töhfələr vardır ki, mən bunlardan bəzilərinə misal göstərə bilərəm. Xüsusilə də riyaziyyat, fizika və digər elm sahələrində, xüsusilə də bəzi müəyyən sənət sahələri üçün çox böyük elmi töhfələr vermişdir. O demişdir ki, aləm üç ölçülü fəzadan ibarətdir. Həmçinin də aləmdə olan varlıqlar 4 bəsit maddədən, yəni torpaq, su, od, hava adlandırılan maddələrdən ibarətdir ki,
o dövrdə Nizami Gəncəvinin əsərlərində siz bu məlumatlara rast gələ bilərsiniz. Hətta Nizami Gəncəvindən neçə əsr sonra dahi fizika alimi Isaac Newton cazibə qanununu kəşf etmişdir ki, cismin kütləsi, hərəkət və həmçinin qüvvə arasında olan asıllığı əgər Newton kəmiyyətə görə əlaqələndirmişdirsə, Nizami Gəncəvi neçə əsr ondan əvvəl kəmiyyətə görə əlaqələndirməsə də keyfiyyət baxımından əlaqələndirilmişdir. O, hərəkətin mənbəyi və hərəkət arasında, həmçinin cismin özü arasında olan bir asıllığı öz şeirlərində bildirmişdir. Bundan da başqa, hamımızın tanıdığı Günəş sisteminə daxil olan 9 planetdən 7-sinin adını öz əsərində qeyd etmişdir. Günəşdən Aya qədər səma cisimləri haqqında məlumat vermişdir. 9 planetdən 7-si Merkuri, Venera, Yer, Mars, Saturn bu kimi planetlər haqqında öz əsərlərində məlumat vermiş və bu planetlərin adlarını çəkmişdir. Yaxşılardır ki, şairin valideynlərinin də məzarlarını ziyarət edir. Məqbərənin yaxınlığında füsunkar təbiəti olan bir yerdəyik və söhbətimiz barədə danışmamışdan öncə mən istəyərdim ki, doğru və yalanların fərqi haqqında sizə bir çox əlamətləri bildirmək üçün bir qədər öncəki məqamlarımıza qayıdaq. Yəni, doğru və yalanlar haqqında biz əvvəl çəkdiyimiz videolarda olan söhbətlərimizi istəyərdim ki, sizə göstərək. Yəni, bir qədər öncəki məqama biz qayıtdıqdan sonra siz doğru və yalanların fərqlərini bildikdən sonra yaxşılardır ki, söhbətimizi davam etdirmək üçün Gəncə şəhərində gəzməli, görməli yerlərdə biz elə gəzə-gəzə danışaq. Çünki Gəncə şəhərinin də görməli yerləri sizə təbii ki, maraqlı gələcəkdir. Hal-hazırda Bakı şəhərinə qar yağır. Qar olanda hər yer ağappaq, çox gözəl görsənir. Amma təəccüblü gələ bilər ki, əgər qar suyun donmuş formasıdırsa, bəs necə olur ki, yer ağappaq görsənir? Məsələ burasındadır ki, qarın hər bir dənəsi ayrı-ayrılıqda bir-birinə heç bir bənzəri olmayan
kristallik formalardan ibarətdir və bu kristallik formalar işığı yəni əks etdirir. Ona görə də yer bütün ağappaq görsənir. Bu barədə müqəddəs kitabımız olan Quran kitabının Nur surəsində də deyilir. Müqəddəs kitabımız olan Quran kitabının Nur surəsinin 43-cü ayəsində qarın yağması haqqında məlumat vardır. Yəni o ayənin axırıncı cümləsinə xüsusilə də diqqətlə baxsanız, orada belə bir şey yazılır ki, qarın parıltısı insanın gözlərini yəni kor edər. Təbii ki, o vaxt Ərəbistanda heç o cür yəni çoxlu qar yağmazdı, amma çoxlu qar yağan ölkələrdə bilirlər ki, qarlı yəni buzlaq olan yerlərə eynəksiz getmək olmaz. Xüsusilə də rəngli eynəklərlə gedirlər. Hətta eynəyi olmayan müvəqqəti olaraq gözünü müəyyən bir parça ilə bağlayır, müvəqqəti olaraq. Doğrudan da 1400 il əvvəl, təxminən 1400 il əvvəl belə bir məlumat həqiqətən də Quran kitabında verilmişdir. Bayaq müqəddəs kitabımız olan Quran kitabı haqqında dedik ki, Quran kitabının Nur surəsinin 43-cü ayəsində deyilir ki, qar yağarkən onun parıltısı insanın gözünü kör edir. Yəni, həqiqətən də qarlı ərazilərdə yaşayanlar bilirlər ki, qar olan yerlərdə eynəksiz getmək doğrudan da çox çətin olur. Yəni, elə yerlərdə yaşayanlar bilirlər. Lakin müqəddəs kitabda 1400 il bundan öncə bu məlumat verilmişdir. Və təəccüblüsü də bundadır ki, Ərəbistan ərazisində elə çox qar heç vaxt yağmamışdır. Ümumiyyətlə, qarın dənələri, yəni heç biri bir-birinə bənzəri olmayan, təxminən 1-2 millimetr qalınlığında olan kristallardan ibarətdir ki, bu kristallar işığı əks etdirir və onların heç birinin bir-birinə bənzəri belə yoxdur. Bu barədə meteoroloqlar yəni bilirlər. Xüsusilə də 20-ci əsrin əvvəlində Amerikalı meteoroloq Wilson Bentley bunu öz müşahidəsində göstərmişdir və o
qeyd etmişdir ki, sanki bir dahi sənətkar öz əsərini göstərir burada. Həqiqətən də bu Allahın bir möcüzəsidir ki, bu elə belə yəni yağmır. Bir növ təsərrüfat işləri ilə maraqlanan adamlar bilirlər ki, kənd təsərrüfatında da bunun xeyri vardır. Bizim mövzumuz əslində həqiqətlər və onların əksi olan yalanlar haqqındadır. Həqiqət demişkən, çoxları elə fikirləşir ki, insan uğruna təsir edən amillərdən biri də bəxt amilidir. Amma əslində bu belə deyil. Məsələn, mən bir misal göstərə bilərəm. Tutaq ki, dahi alimin başına alma düşmüşdür və o Newton qanunu kəşf etmişdir. İndi sual çıxır ortalığa. Həmin alma təsəvvür mənim başıma düşsə, mən Newton qanununu kəşf edə bilərəm. Deməli, belə çıxır ki, Newton qanununu kəşf etmək üçün bəxt amili yox, Newton kimi düşünmək lazımdır. Yəni, Newton qədər bilmək başqa, Newton qədər düşünmək başqa bir şeydir. Ümumiyyətlə deyə bilərsiniz ki, bəs uğurun həqiqi amilləri nələrdir? Təbii ki, həqiqi amilləri zəhmət, ağıl, cəsarət, cəhd göstərmək. Yəni bu kimi amillərdir ki, bayaq biz uğurun amilləri haqqında qeyd etdik. Amma bu dediyim amillər isə həqiqi amillərdir ki, biz bu barədə də ətraflı danışacağıq. Sadəcə olaraq hava şəraiti ilə əlaqədar istəmirik ki, bir yerdə dayanaq. Biz getsək daha yaxşı olar. Hal-hazırda 1446-cı il Şaban ayında hər tərəf gözəl ağappaq görsənir. Göydən yerə hal-hazırda yağan qar haqqında, yəni təkcə ümumiyyətlə göylərdə yox, elə yerdə nə varsa, göydə nə varsa, hər şey haqqında onu deyə bilərəm ki, bu barədə Quran kitabının Bəqərə surəsinin 116-cı ayəsində çox gözəl deyilir.
həqiqətən də göylərdə və yerdə nə varsa ona məxsusdur. Biz ümumiyyətlə doğru və yalanların fərqi haqqında danışdıq. Amma mən sizə bir şey deyim ki, əgər biz doğrular və yalanların fərqi haqqında öyrənmək istəyiriksə, yaxşı olardı ki, bir şey bilək ki, əgər hər hansı bir yalan, hər hansı bir problemi həll edə bilərsə, bilin ki, həmin yalan özü ilə nə qədər problemlər əmələ gətirə biləcək, yalanları da özü ilə gətirə bilər. Ona görə də çalışın ki, hər hansı bir ədalətsizliyin qarşısını almaq üçün ədalətlə qarşısını alın. Bu vəziyyətdə söhbətimizə belə davam etmək istəyərdim ki, dedik ki, ədalətsizliyin qarşısını ədalətsizliklə almaq doğru deyildir. Yəni burada bunun səbəbini mən müxtəlif cür izah edə bilərəm. Amma bir səbəbi belə demək istəyərdim ki, çünki əgər həqiqət öz dayağını itirərsə, bu zaman bilin ki, yalanlar ayaq tutub yeriyə bilər. Biz çalışaq ki, belə bir şeyə şərait yaratmayaq. Ona görə də çalışın ki, hər hansı bir ədalətsizliyin qarşısını həqiqətlə, ədalətlə alın. Yəni ədalətsizliyin qarşısını ədalətsizliklə almaq düzgün deyildir. Ümumiyyətlə, qar yağarkən, qarın üzəri ilə gəzdikdə, gözəl görünən şeylərdən biri də odur ki, qarın üzərində yeriyərkən görürük ki, insanın ayaq izləri ilə heyvanların ayaq izləri açıq-aydın fərqlənir. Hətta heyvanın ayaq izlərini gördükdə, hansı heyvanın ayaq izi olduğunu da bilmək çətin olmur.
Yenə də biz öz videolarımızda söhbətimizə davam etdiririk. Hal-hazırda Gəncə şəhəri yaxınlığında, Göygöl yaxınlığında bir ərazidəyik. Hava şəraiti ilə əlaqədar hal-hazırda ətrafı elə də çox görə bilmirik, lakin qarşıda təpəli dağlı yerlərdir. Duman gəlir hal-hazırda bizə tərəf. Biz nəyə görə bu yerdə sizə video çəkiliş göstəririk? Diqqətlə əvvəlki bir vəziyyətə də baxdınızsa, qarlı bir ərazidə ağaclıqlar arasında dayanmışdıq. İndi də dumanlı şəraitdə, belə bir mənzərədə biz sizə danışırıq ki, burada bir əslində bənzətmə vardır. Nədir bu bənzətmə? İnsan çətin şəraitdə özünə bir sığınacaq axtarır. Yəni, bu yerləri görəndə və yaxud da əvvəlki qarlı yerləri görəndə o ağaclıqlar arasında insanın özünə şərait axtarmasını siz hiss edə bilərsiniz. Yəni, insan özünə elə vəziyyətdə sığınacaq axtarır. Bəs, deyə bilərsiniz ki, burada nə bənzətmə var? Hər hansı bir iş prosesində də insan məcbur olur yalandan istifadə edir. Yəni, burada bənzətmə odur ki, çətinliklər arasında insan özünə yalanlar vasitəsilə yol axtarır. Amma bilin ki, istər necə şərait olursa olsun, yalanların arasında güclü adam sığınacaq axtarmaz. Yalan zəiflərin sığınacaq yeridir. Deyə bilərsiniz ki, bəs elə şərait olur ki, bəzən insan çətinlik çəkir, məcbur olur yalanlardan istifadə edir. Yalanlar dediyimiz kimi özü ilə başqa bir yalana ehtiyacı olan problemi də gətirə bilər. Yəni, yalanlardan insan nə üçün istifadə edir? Bəzən həqiqət acı görsənir, lakin yalan isə şirin görsənir. Lakin bilin ki, o yalanlardan 100 dənə də olsun, 1000 dənə də olsun, həqiqətin yerini verə bilmir. Çünki nəyə görə? Ona görə ki, yalanları hansı formaya salsaq da həqiqətə çevrilə bilməz. Məhz bu barədə düşünmək lazımdır. Təbii ki, istisna hallar da vardır. Nədir bu istisna hallar? Hər hansı bir ağır vəziyyətdə xəstə bir adama birdən-birə bəd xəbəri vermək olmaz. Bəli, bu başa düşüləndir. Və yaxud da biz dedik ki, yəni insan çətin bir vəziyyətdə olanda sığınacaq axtarır. Təbii ki, düşmən əsarəti vəziyyətində olanda insan hilədən istifadə etməlidir. Onda bu başa düşüləndir. Yəni, bu istisna hallar başqa. Amma adi bir vəziyyətdə, iş fəaliyyəti zamanı, hər hansı bir gündəlik prosesdə yalanlarda istifadə etmək. Yəni, başa düşün ki, buna heç bir ehtiyac yoxdur. Uğura doğru aparan yol, biz dedik ki, həqiqi amil nədir? Yəni, biz bundan danışdıq. Ona görə də yəni, çalışmaq lazımdır ki, o uğurun yolunu biz nədə görək? Həqiqi yolda görək. Bu barədə söhbətimizə davam etdirəcəyik, amma yaxşı olar ki, hava şəraiti ilə əlaqədar biz burada çox dayanmayaq. Təbii ki, başqa yerləri də görmək istəyirsiniz. Burada artıq duman bu tərəfə gəlir. Söhbətimizi digər yerdə biz davam etdirək. Hal-hazırda bu ərazidə qar yağdığına görə ağacların üzəri, budaqların üzərində siz ağ rəngdə olan qarları görə bilirsiniz. Təəccüblüdür ki, bu ərazidə hətta maraqlıdır ki, ağacın budaqları gördüyünüz kimi buz bağlamışdır.
Gördüyünüz kimi Gəncə şəhərində çox gözəl görməli, gəzməli yerlər vardır. Xüsusilə də mən ayrı-ayrılıqda adlarını sadalamayacağım. Amma görüntülərdən görürsünüz. Qısaca onu deyim ki, şəhərin mərkəzi olan bir yerdəyik. Şəhərin mərkəzi yerlərində Zavatxan küçəsi, həmçinin bura Səfəvilər dövründən yəni qalmış bir yerdir ki, Şah Abbas məscidi deyilən yerdir. Şah Abbas meydanı vardır burada və gözəl parklar vardır. Xüsusilə də Xan Bağı adlanan gözəl bir park vardır ki, orada ecazkar bir mənzərə vardır. Füsunkar bir təbiəti vardır oranın. Yaxşı olardı ki, oraları da bir gedib gəzək. Hal-hazırda Gəncə şəhərinin mərkəzində gördüyünüz Şah Abbas məscidinin yanında Sökək Hamam adlı bir yerdəyik. Lakin Gəncədə təkcə belə tarixi sənət nümunələrinə, yəni memarlıq sənət nümunələrinə misal olan binalar təkcə elə burada deyil, çox küçələrdə siz xüsusilə də qırmızı kərpicidən tikilmiş binaları, evləri görə bilərsiniz ki, bu da küçələri gəzərkən xüsusi bir zövq verir. Amma mövzumuzun söhbətinə uyğun olaraq belə davam etmək istəyərdim ki, düzdür, deyə bilərsiniz ki, insan doğrulardan istifadə edərkən bəzən elə situasiyalı problemlər olur ki, bəzən elə məqamlar olur ki, xüsusilə də hər hansı bir kollektivdə düz sözü deyərkən bəzən həqiqətdən heç cür istifadə olunmur. Bəzən belə olur ki, həqiqətdən yox, yalandan istifadə etmək məcburiyyətində qalır. Belə olan halda mən sizə bir şey deyim. Əsas o deyildir ki, sizin sözünüz keçərli olsun. Eybi yox. Həqiqətdən istifadə etmək ola bilsin ki, kollektivdə keçərli olmaya bilsə də, əsas o deyildir ki, sözünüz keçərli olsun. Əsas odur ki, sözünüz kəsərli olsun. Bax, əsas həqiqət budur. Əsas həqiqət də budur ki, bu sizə gələcəkdə xoşbəxtliyin qapısını açmaqda bir açar kimi kömək edə bilər. Həmçinin də uğurun yolunu tapmaq üçün məhz bələdçi rolunu belə həqiqət bələdçi rolunda sizə bir kömək edə bilər. Ona görə də çalışın ki, həqiqətdən həmişə istifadə edəsiniz. Yaxşı oldu ki, yenə də burada maraqlı yerlər çoxdur. Gəlin bir gəzə-gəzə yenə də söhbətimizə davam edək.
hal-hazırda isə gördüyünüz kimi Zabatxan küçəsində gözəl, maraqlı bir, mənzərəli bir yerdə belə söhbətimizi bu cür davam etdirmək istəyərdim ki, xüsusilə də bu dediklərimizi bəlkə də anlamaq, başa düşmək çoxunuz üçün asan olsa da başa düşürəm ki, yerinə yetirmək çətin ola bilər. Amma yerinə yetirmək çətindirsə, gəlin qısacası bir şeyi dərk edək. Kimisə aldadanda, kiməsə yalan deyəndə, həmin insana yəqin ki, hər hansı bir maddi, mənəvi və həmçinin fiziki bir zərər gələ bilər. Təbii ki, biz kiməsə nəyisə yalan deyəndə, həmin insana zərər yox, fayda gəlməyin ehtimalı çox azdır. Belə olan halda biz özümüzü həmin adamın, yəni qarşımızdakı aldatdığımız adamın yerində təsəvvür edək. Həmin zərər bizə dəysəydi, necə ola bilərdi? Yəni biz təkcə öz ağrımızı deyil, qarşıdakı bizi eşidən tərəfin də ağrısını hiss etmədik. Çünki biz elə belə canlı deyilik. Biz insanıq. Düşünmə qabiliyyətinə malik insanıq. Biz şuursuz varlıq deyilik. Ona görə də düşünə biliriksə, həqiqətdən istifadə etməliyik. Deyə bilərsiniz ki, bəzən situasiyalı problemlər qarşısında seçim etmək qabiliyyəti çətin olur. Xüsusilə də tez bir zamanda qərar vermək zamanı, yəni problemli elə bir vəziyyət olur ki, seçim etmək qabiliyyəti bizdə olmur, nəticədə biz düşünə bilmirik. Elə olan halda bu zaman nə etməliyik? İndi burada deyə bilərsiniz ki, bəzən elə bir problemli vəziyyət olur ki, hər hansı bir məsələni həll edərkən, hər hansı bir problemi həll etmək üçün problem qarşısında müəyyən şeyləri düşünməyimiz çətin olur. Çünki problem qarşısında qərar verərkən, qərar vermək zamanı seçim etmə imkanı olmur ki, biz qərarlardan öz seçimimizi edək. Bu zaman biz səhv qərardan bəzən istifadə edə bilərik. Səhv addıma doğru biz yönələ bilərik. Bəs onda nə etməliyik? Belə olan halda hansı problemi həll etməliyik? Hansı problem bizim üçün önəmlidir məsələsi ortalığa gəlir ki, bu barədə bizim əvvəlki videolarımızda biz bu barədə danışmışıq. Yəni bilmək, düşünmək və necə düşünmək məsələsi. Bu haqda biz, xüsusilə də insan düşüncəsinə təsir edən amillər haqqında biz danışmışıq, xeyli danışmışıq. Lakin indi mən bu barədə çox danışmaq istəmirəm. Çünki bizə baxan tamaşaçılar arasında az yaşlı məktəbli şagirdlər olur və həmçinin işçi adamlar olur ki, mən vaxtınızı almaq istəmirəm. Ona görə də söhbətimizi yekunlaşdırmaq istəyərdim. Çünki bizim söhbətlərimiz növbəti videolarda da olacaqdır. Amma söhbəti yekunlaşdırmamışdan öncə mən istəyərdim ki, bir qədər də irəliyə gedərək maraqlı yerləri sizə göstərim və inanıram ki, bu videoya baxarkən dediklərimizin çoxsuna bəlkə də əməl etmək sizin üçün çətin olsa da bəzi şeylərə əməl edəcəksiniz. Hətta çox şeyləri də başa düşərək bəzi şeylərə əməl etsəniz, bu özü böyük bir nəticə verər. Çünki uğura doğru
yəni uğur yoluna getmək üçün kiçik bir addım atmaq sizə kömək edə bilər. Ona görə də mən sizinlə sağollaşmamışdan öncə bunları tövsiyə edərdim və hal-hazırda isə söhbətimizə elə burada yekun vuraraq mən sizinlə sağollaşıram. Çox sağ olun diqqətinizə görə.